Edin ki, tərəfə, yəni o zamanda baxmayaraq ki, məhkəmə qərarı var ki, məsəl üçün deyəm, 30 min, 40 min pul ödənsin, ödəmə imkanı yoxdursa və yaxud da digər mübahisədirsə, o zamanda saziş bağlaya bilər və mediasiyada və məhkəmə qərarının icrasını dayandıra bilər. Və ya iddiaçı tərəf gedib deyə bilər ki, mən artıq bu qərarın icra olunmasını istəmirəm. Necə? Hə, mən bir hüquqşünas kimi də, mediasiyada işləyən bir şəxs kimi də bir zamanlar mediasiyada işləmişəm. Mediator kimi, keçmiş mediator kimi deyə bilərəm ki, tərəflər arasında əgər bir müqavilənin bağlanması mümkündür. Eyni zamanda təşkilat rəhbəri olaraq demək istəyirəm. Çünki deyim, mümkündür. Sadəcə burada bir incəyi var. Mediator müstəqil şəxs olduğuna görə tərəflərə hüquqi yardım göstərə bilməz. Deyə bilməz ki, sən bu qərar qəbul eləməsin, bağışına gəlməsin, sənə məhkəmədə belə bir ziyan dəyə bilər, uduzarsa və yaxud da qərar təmin olunmaz, onu deyə bilməz. Amma nümayəndə deyə bilər, hörmətli izləyicilər, nəzərəm. Sadəcə belə deyək, qarşı tərəflə danışığı düzgün aparmaq lazımdır. Biraz kartları yanlış açmaq lazımdır ki, əgər sən razı olmasın, sən məhkəmədə bu belə deyək, mənfi cəhətdə gözləyir. Pulun gedəcək, vaxtın gedəcək və falan maddəyə əsasən sənin iddian təmin olmayacaq. Adətən belə deyək, şəxslər kim müdafiə edirsə, nümayəndə olsun, vəkil olsun, fərqi yoxdur. Gələk məhkəmədə həll edək. Xeyr, mediasiyada həll edə bilərsiniz. Düzgün danışıq aparmaqla, hörmətli izləyicilər. Bu mümkündür. Mən öz tərcüməni əsasən qeyd edirəm ki, mümkündür bəli. O halda da məhkəmə qərarının icrası dayanır. Nəzərə alın, hörmətli izləyicilər.